Bəli, bu da Tokyo. Çatdıq Tokyo. Bu dəmir yol vağzalıdır. Endik və budur hündür mərtəbəli binalar. Tokyo'ya hoş geldik. Bu da Emilya'dır, həmişəki kimi. Və Tokyo'da bildiyimə görə 38 milyon yaxın nüfuzu olan, əhalisi olan bir şəhərdir. Türklər demişkən çox kalabalıqdır, insan çoxdur və insandan da çox həmin bu aparatlardır. Və inanın ki, hər birini içib dadmaq istəyirsən. Çünki həqiqətən hər biri çox dadlıdır. Qiymətləri də çox münasibdir. 150, 160. Yəni yenə də bizim bundan 1-2 manat civarında olan qazlı şirələr, adi şirələr, uşaqlar üçün bu cür şirələr. Yəni artıq biz bunları çox bəyənirik və hər gün hər birindən dadmağa sevinirik. Ama bugün Emilia dondurma istəyir. Hansınla? Pino? Ha, indi dondurma. Есть у тебя деньги? Это не копейки, это йенки. Сколько у тебя? 200? Ага, давай. Это как раз 200. Aha. Şimdi göre Emilia dondurmanı alabileceğim mi yoksa yok. Hoppa geldi. Ay ne güzel dondurmadı. Tut Emile. Tut. Bir de açak göre içinden ne çıkar. Давайте попробуем. Очень скользкий. Тут ножками. It's very delicious. Ramen xəstəsi. Bu Shinjuku Station'dır. Deməli Kyoto'dan JR xətti ilə tren yoluyla bu səhər bura gəlmişik. Baxın nə gözəl mənzərə. Hətta təyyarə belə görünür. Çox gözəldir. Tokyo'nun qəşəng şəhəri. Koko Hotel Tokyo'daki otelimizdir və ora yaxınlaşırıq. Biz səhərdən mərkəzdəydik və mərkəzi xeyli gəzdikdən sonra axşam otelə dönürük. Koko Hotel. Yine bu metro mənmək istəyirəm. Baxın, metro gəlməmişdən siz sıraya baxın. Heç kəsi keçmir. Tokyo mərkəz. Ginza məhəlləsi. Əsl New York'u xatırladan bir mənzərədir. Ne güzel. Yağış. Biz de çadır altındayız. Çok güzeldi. Aslında geldiğimiz yer bura deməli Ginza
alış-veriş ticarət mərkəzidir. 12 mərtəbəli. Qışlı havada alış-veriş mərkəzinə daxil olursunuz. Belə aparatlar var. Zontiki daxil edirsən və zontik klokun içində hazır çıxır. Çox gözəl. Yine maraqlı bir şey göstermek istiyorum. Giyim yerinde ayakkabılar koyulan yerlere. Yani bakın herkes ayakkabısını çıkardık ve giyim otağına girip. Yine bir maraqlı məqam. Deməli, yenə dəyişmə otaqlarında kloklar qoyulur və bu klokları başa keçirdib nəysə dəyişib geyinib baxmaq lazımdır ki, paltarlar çirkli olmasın. Həmin kloklar bax bu ağ karobkanın içindədir. Bunun içindən götürüb başa keçirilir və dəyişim otaqlarında hər kəs çıxandan sonra görürsünüz, xanım girir oranı çəkir və ayakkabı çıxarılıb içəri girilir. Yine bir maraqlı məqam, deməli şəhərdə yağış yağır demək. Baxın, alış-veriş zəmbillərini, yəni aldıqları klokları necə kloka salıblar. Mağaza özü eləyir bunu, paketə salır ki, çöldə yağış yağır ki, insanların aldığı əşyalar yaş olmasın. Dur, biz məşhur o 12 mərtəbəli Uniqlo mağazasının 12 mərtəbəsində də baxdıq və faydalı bir şeyler aldık özümüz için. Çıxış ve özümüze bir şeyler alıp artık bu meşhur mağazada çıxırıq. Hava da bu arada qaralıb. Кто может это водить? Götür. Пошли. Что взять? Ver tutun. Arigatou gozaimasu. Shopping bittikten sonra bir yemek restoranına geldi. Adını size qeyd edirəm. Saizeriya restoran ve kafe. Bak belə bir çok sevimli restorandır. Çok tövsiyə edirəm restoranları. Çünkü qiymətlər olduqca münasibdir. Çok münasibdir. Yine size dediğim kimi bak görürsünüz. Tavuk kanatları 273, yani hardasa 2 manat 70-80 civarında. Siz də elə həmin qiymətlərlə baxın, həmin qiymətlər 2.70, 3.70, 3.70 bax bu cür krevetkalar, isti yeməklər. Biz bundan zakaz verdik, sipariş verdik. Bif Hamburg, bu da görürsünüz yine de kıymetler ve
bir səbəb də var və içkilər hamısı pulsuz imiş. Sok, Fanta, qazlı sular və qidalara da baxın, düyünün porsiyalarına. Burada da görürsünüz isti yemək o 4 manat 60 qəpik civarında, 3 manat 70 qəpik civarında. Bax belə çox münasib. Yəni bu restoranı yadda saxlayın, Sayzeliya. Gələndə də sifarişlər bax uzaqda gördüyünüz kimi kiçik robot maşın var. Bax bu robot maşın özü sifarişləri gətirib bizim yanımızda saxlayacaq inşallah. Gəldi amma bizim sifariş deyil. O özü hansı stol uyğundur onun yanında dayanır. Gəldi. Oy, muzikayla özdə muzikada çalır. Arigato gozaimasu. Yavaş, kaynar. Arigato gozaimasu. Süper. Allah. Dediğim kimi. Axırda hesabı göstereceğim. Hesabı da o dəqiqə gətirdilər. Hesaba baxın 2009'a. Bu hardasa bizim bundan 30 manat. Bu qədər yemək. Bizə nuş olsun. Sizə də tövsiyəmiz. Metrodakı sakitliyi göstərmək istəyirəm sizə. Və hər kəs telefonda. Herkes telefonda. Heç kəslə söhbət etmir, sosiallaşmır. Başlarını salırlar aşağı, ancaq telefonda. Və desəz bu üzbəüz ağ köynəkli kişiyə nə baxır? Nəyə baxır? Sorry. Animelərə. Oturub hər kəs dəlicəsinə animelərə baxırlar. Bu arada bu həmçinin keçid olan Shibuya metro stansiyasıdır. Burada həmçinin çıxışda tanınmış o Yapon iti olan Hachiko'nun heykəli var. O itki deməli hər gün yiyəsini yola salıb, qarşılayıb Yapon professoru bu metroda bax bu çıxışlarla işinə gedib, qayıdıb və it onu çıxışda gözləyir. Amma günlərin bir günü professor yolda ürək tutmasından vəfat edir və it onu gözləyir günlərlə, aylarla, illərlə və o itin vəfasına, sadiqliyinə deməli həsr olunmuş onun burada bir heykəli var. İndi ora tərəf gedirik, o Hachiko'nun heykəlinə tərəf. De Hachiko. De heykel. Mişka de heykel. Hachiko'nun heykeli. Budur məşhur Hachiko'nun itin vəfasının rəmzi olaraq, sadiqliyinin rəmzi olaraq bura heykəli qoyulmuşdur. Yani hakikaten hoş bir təəssüratdır. Bunu çoktan görmek istediğim bir heykeldi ve her zaman düşünürdüm ki ben bunu görebileceğim mi? Ve bu zaman inanın ki çok heyecan geçirdik ki biz bunu gördük. Biz məşhur Tokyo'da yerləşən məşhur o keçiddəyik. Və yuxarıdan bir rakursdan sizə həmin küçəni göstərmək istəyirəm. Yəni svetoforun açılışı anından minlərlə insan bu keçiddən istədiyi istiqamətdə keçirlər. İndi bunu şahid olacağıq. Geldiler.
daha qəşəng görsənir. Hamının elinde bir renkli zoncuk. Hansısa prozracı, hansısa kırmızı, hansısa soldu. Bir de çekerik. Parası ama saçma. Bu kötü yine. Ve burada şekil çektirme var. 'Yaponiyada bir mağaza var, cins. Yani bu sesli her yerde tanınır. Burada özelliği ondan ibarətdir ki, burada bir aparatlar var. Yaxınlaşırsan aparata, start verirsən, taxtığın açqının, eynəyin üzvə nə qədər yaraşıb, yaraşmadığını burada öyrənirsən. Görək bu açqı, eynə Emiliyə. Vau, 82% sənə yaraşır. Əla. 86%. 82. ...75'te bu yaraştı. Sen bu şey Məsələn, bu oğlanın eynəyinə baxaq görək necə faiz yaraşır, yaraşmır. 78% eynəyə yaraşdı ona. İstədiyim eynəyə sifariş verdim. İndi gözləyirəm. Mama aşklar lazım. Ay ne güzel. Ben renkli seçtim bu kadar. Əla, super. Çok güzel. Giyinim baxıb. No Jeans adlanan eynək mağazası baxıb uzaqdan görünüşü bu Shibuya Station'dadır. Shibuya stansiyasında Tokyo'nun birçok yerlərində var. Biz burada tapdıq indi Shibuya'ya gəlmişik. Əslində yəni istəsəz digər səmtlərdə də tapa bilərsiniz. Çok güzel münasibət, çok güzel ünsiyyət, çok beğendim. Super. Yaponiyada məşhur wagyu əti var və kiçik bir restoranda yağışlı bir gündə gəlmişik o wagyunun dadına baxma. Testdə əti çiğ gətirirlər. Yanımızda belə mangal var hazır. Çiğ gətirəcəklər və özümüz çalışacağıq onu qızartmağa. Yəni o tanınmış wagyu ətidir, mərmər əti var dananın və indi onu dadacağıq görək necədir. Tur göstermeli.你要喝什么饮料吗？可乐。扣了。 Bəh. Yine geçenkti. Ben çok acım. 这个知道了哈，对，然后豆子我们手工前天，对，昨天的前天，前天去找警察了，然后警察就提醒他了嘛，然后警察回来跟我们说，他警察就提醒他直接打掉，因为什么？我要先今年去豆哥我们。对，他们一年了事。毕竟马老师要是做了什么错误的决定，那后面牵动的可是一群人啊，所以马老师应该也是不敢说什么。
Ginza Line xəttinə minib Nisikasay metro stansiyasına qədər gedəcəyik. Qəşəngdir, bax. Yaponiyada son gecəmizdir. Sabah inşallah Bakıya doğru.